Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mais qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-dəki hesabında İran İslam Respublikasında keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib. Paylaşımda bildirilir: Tehran Dialoq Forumunda təkbətək formatında çıxış etməkdən və Prezident Məsud Pezeşkiyanın Azərbaycana səfəri çərçivəsində yeni qlobal nizam, regional məsuliyyət və inklüzivlik, Azərbaycan-İran ikitərəfli əməkdaşlığının daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması, o cümlədən Cənubi Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsi barədə danışmaqdan məmnunam. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş miras şəriklərinin də hüquqları təmin ediləcək. Bu, Milli Məclisin Aqrar Siyasət Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan mülki məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə görə, əgər bu cür vərəsə bildirişdən sonra 3 ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrdə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilərlər. Bu zaman yerində olmayan vərəsənin payı ayrılmalı olacaq. Həftə sonu 15.770 manat vəsait vətəndaşların bank kartlarından oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bank kartlarının üzərindəki CVV, CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Mayın 17-sində və 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 15.770 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Mayın 17-sində və 18-də ölkə ərazisində qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah sursatının götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb. Bakıda 55 yaşlı kişi 9 ədəd qaşıq udub. Bu barədə Bakı Sağlamlıq Mərkəzindən bildirilib. Qeyd olunub ki, 19 may tarixində saat 1 radələrində çağrı mərkəzinə daxil olan zəng nəticəsində ağır vəziyyətdə olan bir vətəndaş barədə məlumat daxil olub. Şəxsin yad cisim udması səbəbilə təcili tibbi müdaxiləyə ehtiyacı olub. Endoskopik müdaxilə 4 saat davam edib və nəticə etibarilə zərər çəkənin vəziyyəti stabilləşdirilib. Hazırda pasiyent reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti stabildir deyə xəstəxanadan bildirilib. Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqları aparmasa, ABŞ və Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək. Bu barədə ABŞ Maliyyə naziri Scott Bessent CBC News-a müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trump bunu çox açıq şəkildə ifadə edib. Ancaq hələlik hər iki tərəf, Ukrayna və Rusiya, danışıqlar masası arxasına əyləşəndə nə baş verəcəyinə baxmaq lazımdır. Bessent qeyd edib ki, ABŞ-nin Rusiyaya qarşı əvvəlki sanksiyaları səmərəsiz olub. Sizə deyə bilərəm ki, ABŞ-nin sabiq prezidenti Joe Biden administrasiyası dövründə sanksiyalar çox təsirsiz idi. Onlar sanksiyaları aşağı səviyyədə saxladılar, çünki bunun daxili neft qiymətlərini artıracağından qorxdular deyə siyasətçi vurğulayıb. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.